Salam uşaqlar, necəsiniz? Uşaqlar, əlimdə belə bir senari var, sevgi haqqındadır. İstəyirəm ki, bu filmi çəkəm. Nə məsləhət görsən? Nədir? Sevgi. Ha, sevgi. Sevgi qalıb indi, Allah sənə kömək olsun. Cəmaət ayın axırını güclə gətirir. Səhəri gün bank qapını döyəndə orada sən sevgi hissi ilə demirik. Əzizim, bəlkə imkanın varsa kreditimi vaxtında çal. Nə sevgi səndə? Qardaş canı aləm əşi, ən yaxşısı. Ölüm var. Çətin dolanışıq var, qardaş. Всё da, любой bir adam bu filmə baxanda deyəcək, sən öl mənim həyatımdır. Yoxsa sevgi, sevgi yeridir. Hansı sevgi? Nədən danışırsan? Nədir o türk filmlərindəki kimi, hə? Kasıb bir qızla imkanlı bir şirkətin sahibi bir oğlan yolda bilmədən çin-çinə dəyirlər, kitablar düşür yerə. Başlayırlar, bağışlayın xanım, bilmədim, ehtiyatsız oldum. Buradan zəng gəlir, hə, hissələri satın alın, mən 50 min dollar ora pul verəcəm, uzatdı. Cəmaət 700 manatla ailə dolandırır, sevgi qalıb deyir. Ha, başım bura bu sevgini falan. Gel dedektif çekeyim. En yaxşı dedektifdir. Valla atışma sahneleri, aksiyon, bir de oradan çıkıyor, bir de buradan giriyor. Cinayətkar kimi de bilmirsən. Alemləri bir-birini. Valla en yaxşısıdır. Sevgi mi boş şeydir. Qardaş, indi belə bir şey deyim mən sənə. Düzdür, deyirlər sənə ailə məişət, dedektiv deyirlər. Acı real yanaşaq da. Ailə məişəti şəxsən mən bəyənmirəm. O qədər də ki, zibil kimi çəkiblər ailə məişət, mənə elə gəlir ki, heç biri də tutarlı olmayıb. Bu bir. Yəni sənə də çəkdiyim film sıradan bir film olacaq. Qaldı ki, dedektiv məsələsinə. İncimə, mən ona da qatılmıram. Çünki dedektiv söhbətinə biraz vəsait çox gedəcək. Dedektiv məsələsi biraz, belə deyim, real çıxmayacaq. Sən orada atışma səhnələri eləməlisən. Sən orada başqa səhnələr eləməlisən. Telefonu söndür də, görsən ki, söz danışıram, deyək ki, oğlansan. Yəni deyirəm də, yəni nə dedektiv tutasıdır, nə ailə məişət tutasıdır. Mənim məsləhətim psixolojiyadır. Yəni niyə görə? Bu dəqiqə insanları dərindən öyrənmək istəyirsənsə, psixologiya elmi sənə ən yaxşı öyrədə bilər. Mən fikirləşirəm ki, psixoloji mesajlar versən sənin filmin tutarlı olar. Ümumiyyətlə ssenariyə baxmaq istəyərdim. İndi sən göstərərsən ssenarini. Yəni mən deyirəm ki, psixoloji. Nə deyirsən? Bəlkə ailə məişət. Məsləhət verin mənə. Səndən başlayaq. Ailə məişət. Ən tutarı budur. Nəm valla. Aile məşq tutma, dedektiv, atışma sahneleri. Qardaş, mən bayaq da deyirəm, psixoloji. Yəni psixologiyanı öyrənmək lazımdır. Siz başa düşürsünüz. Sən ölüm səhnəni nə verəcək adamlar? Elə durmursan ki, ölüm. Ailə məişət olsun. Ailə məişət o qədər var ki, zibil kimidir. Çətinliklə yaşayan bir ailənin həyatıdır. Sən dedektivdən niyə tutmusan? Atışma yaxşı, aksiyon sahneleri. Harda atışasan? Kurtlar Vadisindən Harda atışasan? Hövsanda zeytunluqda atışasan? Harda atışasan? Harda necə gəlsən? Ulduzlar var. Neyse.